İnsan bu ruha yetişməlidir ki, təkcə öz uğurlarına görə şükür eləməsin. Ən gözəl şükürlərindən biri budur ki, dostluğun da uğuruna şükür elə biləsən. Ətrafında olan insanların uğuruna şükür eləyə biləsən. Eləmişik bu şükrü, sual. Gedim səcdəyə, deyim sənə şükür eləyirəm ki, ona filan nemət vermisən. Söhbətə baxın. Ha bu böyük ruh deyə, bu şükür bizə inir ruhu. Allah, ruhu haralar aparır. Yoxlayın bunu. Bu şükür xəbər verir ki, ruhunda həsəd yoxdur. Bu şükür xəbər verir ki, sən şəxsi maraqların üçün yaşamırsan. Sən xəsis insan deyilsən. Başqası üçün uğuruna sevinə bilən insansan. Başqasının uğuruna sevinə bilmək hünər deyə öz uğuruna sevinmək olsa sevincəsən də. Bu zat deyir ki, sev də, sevin də. Özü çox istəsən də. Amma başqasının uğuruna sevinib şükür eləyə bilirsənsə, sən ruhun həm böyükdür, həm də bu böyüdəcək bu ruhu. Narahat olma. Olsun kiçikdir ruhumuz. Bu dua ilə ruhunuzu böyüdə bilərsiniz.